xeyir olsun. Deməli, bu günləri Time sınaq toplusundan insan bölməsinə deməli, aid olan sınaq 4 izah verəcəm. İlkin öncə başlayırıq birinci sualdan. Birinci sualda bizə nə deyir? Deyir, kişi və qadın orqanizmi haqqında müqayisəli şəkildə verilmiş cümlələrdə çoxdur, birlə və ya azdır, 2 sözlərini düzgün ardıcılığını müəyyən edin. Birinci sual deyir, bədən boşluğunda yerləşməyən orqanların sayı kişilərdə qadınlara nisbətən daha çoxdur deyəcək. Məsələn, deyək ki, toxumluqlar heç bir boşluqda yerləşmir. Ona görə biri bura qeyd elədik. Rudiment orqanları isə qadınlarda kişilərə nisbətən daha deyəsiz ki, azdır. Çünki kişilərdə süd vəzləri, məsələn, deyək ki, rudiment halındadır. Ona görə 2 qeyd edirik. Normal 13-cü disiklik proseslərin isə kişilərdə qadınlara nisbətən daha azdır, bəli. Sonra normal ontogenez müddətində kişi orqanizmində yaranan cins hüceyrələrin miqdarı qadınlara nisbətən deyəsiz ki, daha çoxdur. Çünki spermatozoidin adi miqdarına diqqət edərsə 20-60 milyona qədər olduğunu qeyd eləmiş oluruq. Ona görə də 1, 2, 2, 1 cavab olacaq A variantı. Növbəti suala diqqət edək. İnsanda deyir, sidiyin miqdarının bilavasitə dəyişməsinə təsir göstərən faktorlara aid deyil. A variantında deyir, qəbul edilən qidanın tərkibində bəli, bu artıq aid olar. Ətraf mühitin temperaturu da məlum məsələdir ki, bu da artıq müəyyən dərəcədə təsir göstərmiş olur. Çəksizlik şəraitində, bəli, çəksizlik şəraitində hətta deyərik ki, sidiyin miqdarı artır. Qanda qlukozanın konsentrasiyası, bəli, bu da təsirləmiş olar. Çünki şəkərli diabet xəstələrində deyərik ki, artıq neyniyər, sidiyin miqdarı artmış olar və estrogen miqdarının dəyişməsi heç bir buna təsiri yoxdur. Ona görə cavabımız olacaq Y variantı. Üçüncü suala diqqət edirik. İnsan dərisi üzərində müxtəlif reseptorlar deyir ki, yerləşir və bu reseptorla əlaqəli olaraq hansı hissin formalaşması insan emosional vəziyyətindən və intellekt səviyyəsindən asılı ola bilər. Bu ümumiyyətlə belə deyək ki, emosional vəziyyətindən məsələn götürə bilərik əksində hamısını. Amma burada sırf intellekt səviyyəsi dediyinə görə məsələn ağrını daha şəkildə məsələn intellekt səviyyəsində qəbulləyə bilər. Yəni həm emosional vəziyyətdən və intellekt səviyyəsindən asılı ola bilər. Yalnız burada götürə bilərik, ağrını götürə bilərik. Ona görə cavabımız olacaq C variantı. Epifiz vəzi və timus vəzi üçün ortaq xüsusiyyət hansıdır? Eyni bədən boşluğuna yerləşməsi. Xeyr, biri deməli kəllə, biri də döş boşluğunda yerləşir. İmmun sistemində bilavasitə rol oynaması. Xeyr, sayıları və hazırladığı hormonlar eyni ola bilməz. Xeyr, ortaq deyir bizə. Bioloji stat funksiyasını yerinə yetirən epifizisi vaxtından əvvəl cinsi inkişafın qarşısını alması, bəli, bu hər ikisi üçün ortaq deməli funksiya sağlamış olacaq. Cavab olacaq Y variantı. 5-ci suala diqqət edək. Doğru fikirləri seçin. Bəzi vitaminlərdə olan sutqalıq tələbat insanın çəkisindən asılı olaraq dəyişə bilər. Bu deməli bəzi vitaminlər deyəndə məsələn K vitaminini deyə bilərik burada. Ona görə biri götürə bilərik. Bəzi vitamin dediyi üçün. Suda həll olan vitaminlərin çatışmazlığı orqanizm üçün daha təhlükəlidir. Bəli, suda həll olan vitaminlərin çatışmazlığı, çünki o yağda həll olanlarda orqanizmdə depo halında olduğuna görə yəni çatışmayanda əvəz eləyə bilər. Amma burada deyəcəyiz ki, suda həll olanlarda isə çatışmazlıq orqanizm üçün təhlükə yarada bilər. Bu da doğru fikirdir. Üçüncü suala baxırıq. Antibiotiklərdən uzun müddətli istifadə orqanizmdə vitamin sintezinin pozulmasına səbəb olur. Bəli, bu da məlum məsələdir ki, sintezi artıq daha çox qəbulləndə pozulmuş olacaq. Bir vitamin orqanizmdə digəri əvəz edə bilər. Xeyr, elə bir qayda heç vaxt deyə bilirsiniz ki, ola bilməz. Çünki bir vitamini digəri əvəz edə bilməz. Ona görə bu yanlışdır. Yalnız 1, 2, 3 cavab olar B variantı. Həzm kanalının daxilində yerləşən vəzlərin sayı. Baxın, iri həzm vəzləri demir, ümumi vəzlərin sayı dediyi üçün ona görə çox saydadır. Cavab olar Y variantı.
Sinir toxumasının müəyyən hissəsində olan hüceyrələrdən 24 xromosom müxtəlifi olan şəxsin, deməli söhbət kişi orqanizmindən gedir. Bu hissədə olan X cins xromosomların sayı 5500 ədəddir. Deməli X cins xromosomların sayı 5500 isə məlum məsələdir ki, kişi orqanizmində də bir dənə X var. Ona görə də 5500-ü elə 1-ə böldükdə olur 5500. Deyir, həmin nahiyədə akson sayı neçə olar? Deməli 5500 ümumidirsə, mən bunu bölürəm nəyə? 5500-ü bölürəm ümumi 11-ə. Böldüm 11-ə. Çünki cəmisi belə deyək ki, neyronla peyk hüceyrələrin cəmi deməli sinir toxumasının sayını verir. Ona görə də 11 düşdü 500. 500 nədir? Burada neyron sayıdır. Və neyronun da tərkibində məlum məsələdir ki, nələr var? Deyəsiniz ki, dendrit və aksonlar olduğu üçün hərəsindən bir dənədir. 500 dənə neyron varsa, deməli 500 dənə də elə nəyin var? 500 dənə də akson var. Ona görə cavabımız olacaq nə? A variantı 7-də. 8-ci sual. Verilən orqanların hansında və ya hansılarında iki müxtəlif analizatorun reseptorları yerləşir? Bu məlum məsələdir ki, yerləşər 1-dir. Məsələn, müvazinətdə yerləşir, qulaqda, eşitmədə yerləşir 1. Sonra olacaq burada bir də dil. 1, 2. Digərlərində 3-dür, 4-dür, 5-dir olmaz. Ona görə cavabımız olacaq A variantı. Dil ilə qulaq. Yuxarı 9-cu suala. Yuxarı tənəffüs yolunda ən çox rast gəlinən infeksiyon xəstəliyin əlamətidir deyəndə artıq söhbət burada nədən gedir? Deməli, rentdən getmiş olur. Baxaq görə rentin əlaməti hansı variantda doğru verilib. Burundan axan əvvəl açıq, sonra tündçelik. Xeyr, bu A variantı. Deməli, uyğun gəlmir. Sonra, çünki bu nəyin əlamətdir? Deməli, tünd rənglidirsə, tünd rəngli selikdirsə, bu deməli faringitdə özünü göstərmiş olacaq. Səsdə baş verən dəyişiklik, xeyr. Badamcıqların üzərində ağ nöqtələr, xeyr. Gözlənilməz çəki itkisi. Bu da deməli renitə aid deyil. Burundan axan əvvəl deməli açıq, sonra isə yaşılımtıl rəngli selik, bəli bu renitin əlaməti sayılmış olacaq. Cavablar Y variantı. Baxaq 10-cu suala. Sinir toxumasının müəyyən hissəsi ilə əlaqədar cədvəldə verilənlərə əsasən Y və Z-in cəmini hesablayın. Baxırıq müəllimlər burada nəyə? Deyirsiniz ki, əgər neyronlarda cinsi xromosomların sayı X-la verilib. Məlum məsələdir ki, cinsi xromosomun sayı nə qədər ola bilər? Yəni cinsi xromosom sayı 2-dir də, düzdür. Məsələn, tutaq ki, ya qadın XY qız, ya da XY. Bu formulanda. İndi əgər deməli bir dənəsində 2-dirsə, bəs məsələn tutaq ki, n qədərində nə qədər olacaq? X qədər. Düzdür. Buradan da nəyə bərabər olur? Olur, deməli 0,5 nəyə bərabər olacaq? Deməli X-ə bərabər olacaq n. N də bərabər olur 0,5 X-ə. Bu oldu 0,5 X. İndi gəlirik peyk hüceyrələrində olan autoson xromosomların sayı. Əgər məndə deyir ki, peyk hüceyrələrində bizə deyər ki, peyk hüceyrələrində olan autoson xromosom deyirsə, onda 0,5 X-dan peyk hüceyrələri nə qədər çoxdur? 0,5-də əgər onda nə edirəm mən? 0,5-i X-i vururam ona. Vururam ona. Eləyir bu 0, deməli eləyir 5. 5. Autosom da dediyinə görə onu da vururam. 5'i də vururam 44'ə. Bu da eləyəcək neçə? 220x. Deməli y-im də bərabər oldu. 220x-a. Sonra nəyə gəlirəm? Bütün toxuma hüceyrələrində olan xromosom sayı. Aha. Onda 0,5'i əvvəlcə yuxarıda qeyd eləyək.
0,5'e toxuma dediği üçün vururam 11'e 0,5'i deməli 11'e vurduğum zaman neçə eləyir? 5,5. Onu da bizə ümumi üzerində xromosom dediği üçün vururam 46'ya. O da eləyəcək neçə? 253 bərabərdir 253x-a. Deməli z-im də bərabər oldu 253x. Bizə nəyi soruşur sonunda? Y plus z-in cəmi 221-dir. 253 də 1-dir. İkisini bir yerdə toplayanda 220-dən 253 eləyəcək. Deməli eləyir 473x. 473x-a cavabımız olacaq D variantı. Növbəti suala baxırıq. Hansı orqanlara həm arterial, həm də venoz qan daxil olur? Məlum məsələdir ki, məsələn, qaraciyəri götürə bilərik. 1. Ürək götürmək olar. Bir də götürə bilərik nəyi? Ağciyəri. Amma böyrəkdir. Bir də məsələn bu da deməli mədədə götürə bilmərik. Ona görə cavabımız olacaq 1, 3, 4 D variantı. Deməli 11 də oldu D variantı. 12-ci nəfəs borusunda davamı olan orqan, nəfəs borusunda davamı olan deyəsiz ki bronxdur. Bronxlarda bronxeollar, bronxeolların uzusu deyəsiz ki nədir? Alveollarla, yəni bir qat epiteldən ibarət olan qovqucuqlarla bitmiş olar. Cavabımız olacaq Y variantı. Növbəti suala keçid eləyək. Sxemdə deyir 3 müxtəlif insanın bir-birinə qan deməli verməsi təsvir edilir. Sxem əsasən 3 nömrəli şəxsin ikinci qan qrupu olma ehtimalını tapın. Bir məlum məsələdir. Baxın, 3'ə də verir, 2'ə də verir. Deməli bu OO'dur. Birinci qan qrupudur. Düzdür? 3 görürsünüz ki, bax 3 ilə 2 qarşılıqlı şəkildə bir-birinə qan verə bilir. Bax, həm 1-dən gəlib, həm də 3 deməli 2 ilə qarşılıqlı şəkildə. Deməli bunlar nə ola bilər? Bu üçüncü qan deməli 3 nömrəli şəxs ola bilər həm deməli 2, həm ola bilər 3, həm də ola bilər 4. Deməli bunu bir aydın şəkildə yazaq. Deməli ola bilər 2, ola bilər 3, ola bilər bir də 4-cü qan qrupu. Düzdür? 2, 3, 4. İndi bizə də deyir ki 3 nömrəli şəxsin ikinci qan qrupu olma ehtimalını tapın. Deməli 3 dənə qan qrupundan biri yalnız o ikinci qan qrupuna malik olublar. Ona görə də 3'də 1 vurulsun nə? 100%. O da eləyəcək təqribən 33 tam, onda 3 cavab olar B variantı. 14-cü sual baxaq. Əgər qadının boy artımı təxminən 20 il öncə dayanmışdırsa, onun orqanizmində maksimum neçə ovulyasiya prosesi sol yumurtalığın iştirakı ilə baş verib? 28 günlük aybaşı sikli şəraitində. Əgər burada 20 il öncə dayanıbsa, deməli bu məlum məsələdir ki, qadınlarda da 18'ə qədər davam eləmiş olur. Ona görə mən nə etməliyəm? 20'nin üzərinə gəlirəm 18 eləyir 38. Deməli bu qadının 38 yaşı var. Və bizə də deyir ki, maksimum neçə? Maksimum dediyi üçün qızlarda 10-12 yaşlarından götürürük. Və maksimum sözün işlətdiyinə görə 38'dən çıxıram 10'un qalır 28. Bu 28 deməli artıq bunda deməli 28 ildir bu sikl baş verir. Düzdür? Ona görə də sol yumurtalığın iştirakı ilə baş vermişdir deyəndə mən bir dəfə deməli sol yumurtaqda 6, bir də sağ yumurtaqda 7 belə olanda bu bir ildə deməli bir ayda, növbəti ayda sağ yumurtalıqda 7, sol yumurtaqda 6 və bir-birin deməli bərabərləşdiyinə görə bərabərləşdiyi üçün ona görə mən nə etməliyəm? 28'i vurmalıyam 13'ə eləyir 384, onu da bölürəm 2 hissəyə.
O da elə düşəcək neçə? 182. Çünki yenə deyirəm, bunu minimum, maksimum dediyi üçün 7-yə vura bilmərik. Növbəti ayda bir-birini əvəz elədiyinə görə birində 6, birində 7, sonra növbətə də 7, 6 olduğuna görə bərabərləşdiyi üçün deməli biz ümumi şəkildə bu qayda ilə götürmüş olacağıq. Cavabımız olacaq onda D variantı. 15-ci sual. Sual işarəsinin yerinə hansı ifadələri yazmaq olar? A vitaminindən D vitamini verilir. Bir də K vitamini ümumi orta xüsusiyyəti. Yəni 3 dənə Venn diaqramının əsasən cavabı tapmış olacaq. Baxırıq, yağda həll olan vitaminlərdir. Deməli, bunun deyəsiniz ki, hər üçü yağda həll olan vitamin kimi qeyd edilir. Orqanizmdə sintez oluna bilən vitaminlərdir. Bəli. Qaraciyərdə depolana bilir. Bəli. Sutkalın norması insanda insana dəyişən vitaminlərdir. Biz bunu deməli K vitamini üçün qeyd edə bilərik. Ona görə 4 götürmürük. Cavabımız olacaq A variantı. İlk vaksin kim tərəfindən hazırlanmışdır və bu necə immunitet yaradır? İlk dəfə Jenner tərəfindən deyəsiniz ki, aktiv immunitet deməli yaratdığını qeyd eləmiş olur. Ona görə cavabımız olacaq elə A variantı. 17-ci sual. Əgər otaqda işıqlanmanı artırırıqsa, hansı hallar baş verəcəkdir? Məlum məsələdir ki, əgər işıqlandırma artırılıbsa, burada artıq nəyin funksiyasından bağlı olacaq? Bu çöpçüklərin fəaliyyəti burada avtomatik olaraq deməli zəifləməyə başlayacaq. Ona görə deməli çöpçüklərin fəaliyyəti zəiflədi. Kolbacığının heç bir əlaqəsi yoxdur. 2 getdi. Deməli D variant, Y variant, C getdi. Sonra göz bəbəyi genişlənir. Xeyr. Göz bəbəyin əksinə daralmış olacaq. Çünki insanın gözünə gür işıq düşəndə başlayır daralmağa. 3 getdi. Gözə gələn parasimpatik sinirlərin fəaliyyəti artır. Bəli, bu doğru fikirdir. Billurun qabarıqlarıdır. Xeyr, bu ümumiyyətlə deməli aid etmir ki, cavabımız olar onda 1, 4. 1, 4, hansı variant? B variantı. 18-ci sual. Hava aparıcı yolların hansı hissələrində kirpikçilik və selik ifraz edən vəzlərə rast gəlmək olar? Burun boşluğu, qırtlaq, xeyr, qırtlaqda yox, burun boşluğu olar. Bu deməli uyğun gəlmir. Burun boşluğu, bronxlar, bronxlarda xeyr. Burun boşluğu, traxeya, bəli. Deməli hər ikisində kirpikçilik həm də selik ifraz edən vəzlərə rast gəlmiş olar. Cavabımız olar C variantı. Bu 19-cu sualdır. 19-cu sualda burada deməli vegetativ olmalıdır. Deməli vegetativ. Vegetativ deməli sinir sisteminə aid deyil. Soruşur. Baxıq. Vegetativ sinir sisteminə aid deyil. Orqanların işini tənzimləyir. Bəli. Vəzlərin fəaliyyətini dəyişdirir. Bəli. Sayəzlərin çünki yığılmasının təsiri daxildədir. Bəli. Dərinin sinirləndirilməsi yadda saxlayır. Dərinin sinirləndirilməsində iştirak edən somatik sinir sistemi. Ona görə cavabımız olacaq burada D variantı. 20-ci suala baxırıq. Hansı orqan yalnız bütövlükdə və yaxud deyir, yalnız beyin ölümü keçirmiş insanlardan köçürmək olar? Yəni beyin ölümü keçirmək o deməkdir. Yəni bütövlükdə bu ürək sağlam bir insana, yəni belə deyək ki, diri insandan ürək götürə bilmərik. Ona görə cavabımız elə olar A variantı. 21-ci sual. Sinir sisteminin müəyyən sahəsində olan sinir toxuması hüceyrələrin və neyronların cəmi deməli burada 2400 olmalıydı səhv eləmirəmsə. 2400 deyir ədəd olarsa bu sahədə aksonların sayı. Mən əgər burada sinir sistemində sahəsində olan sinir toxuması deyirsə, mən sinir toxuması dediyinə görə avtomatik olaraq deməli burada nə etməliyəm? Deməli sinir toxuması və neyronların cəmi. Deməli 11x sinir toxuması çünki 11'dir. 11x üstə gələnsin. x üstə gəlsin. Neyron da sayı x bərabərdir 2400. 12x bərabərdir 2400-ə. X-ım da bərabər olur neçəyə? 200. Və 200 deməli neyronun sayıdır. Məlum məsələdir ki, bir neyronun da tərkibində bir akson, onu da 200-də 1-ə vururam, ödəyəcək 200. Cavab olacaq C variantı. 22-ci sual.
insanda gövdə skeletində olan sümüklərin sayının, növ sayı burada verilib. Ətrafların skeletində olan sümüklərin növ sayına olan nisbəti. Gövdə skeletində olan sümüklərin deməli növ sayını deyəndə gövdə skeletində yerləşir onurğa sütunu, qabırğalar, bir də olacaq döş sümüyü. Deməli qabırğa, onurğa sütunu, döş sümüyü, düzdür? Növ olaraq burada götürəcək. Neçə növ? Deməli cəmi qabırğalar, döş sümüyü, onurğa sütunu. Onurğa sütununda da fəqərələr olur. Deməli olur nə? Qarışıq, digərdə olur nə? Deyəcək ki, yastı. Düzdür? Oldu 2. Deməli növ sayı. Sonra ətrafların skeletinə diqqət edəndə ümumiyyətlə ətraflı skelet söhbət qurşaq və sərbəst hissədən gedir. Qurşaq və sərbəst hissədə yadda saxlayırıq ki, deməli ümumi 4 növün 4-ünə də rast gəlir. Yəni həm uzun boylu, həm yastı, həm qarışıq, həm də deyəcəksiniz ki, nə? Deməli qısa sümüklərə rast gəlir. Düzdür? Ona görə 4-ünə də rast gəlir. 2/10-4 cavab olacaq. İxtisar deyiləndə 1/2. Cavabımız olacaq D variantı. 23-cü sual. Qadınlarda və kişilərdə hormon ifraz edən vəzlərin yerləşdiyi bədən boşluqlarının sayının nisbəti müvafiq olaraq necədir? Deməli, hormon ifraz edən qadınlarda hormon ifraz edən deyəcəksiniz ki, nəyə götürmək olar? Götürürük, məsələn, tutaq ki, deyək, qadınlarda çanaq sistemində götürə bilərsiniz. Deməli, götürə bilərik qarın, döş, bir də götürəcəksiniz nə? Deməli, kəllə boşluğu. Düzdür? Oldu 4 dənə. 4 böl. Burada əsasən yerləşən bədən boşluqları deyəndə əsas qeyd olunmalıydı ki, əsas bədən boşluqları qeyd olunmalıydı. Yəni, amma əsas bədən boşluğu qeyd olunmuyor. Kişilərdə deməli, deyəcəksiniz ki, çanaq sistemindən başqa, çünki toxumluqlar xaricdə yerləşir. 3 dənə götürəcək. 4/3. O derəcə C variantı. Yəni, əsas sözü qeyd olunmalıydı. Sonra 24. Qadınlarda və kişilərdə siklik proseslərinin baş verdiyi bədən boşluqlarının sayının nisbəti müvafiq olaraq deməli necədir? Bizə qeyd olunur. Ona görə də deməli qadınlarda və kişilərdə siklik proseslərin tutaq ki, kəllədə yuxu sikli 1, döş boşluğunda deməli həm tənəffüs siklini deyəcəksiniz, həm də olacaq məsələn qanı götürə bilərik 0,8 sikl şəraitində. Bunlar ikisi yerləşdi. Deməli döş boşluğunda ikisi 2. Sonra bir də götürəcəksiniz aybaşı siklin. Deməli harda çanaq boşluğunda 3. Amma kişilərdə deməli çanaq boşluğunda sikl olmadığına görə götürəcəksiniz onda 2. 3/2. Cavabımız olar D variantı. Oğlanlarda boy artımının təxminən davam etdiyi müddət ürəyin aypara qapaqları nə qədər müddət bağlı qalar? Boy artımı məlum məsələn oğlanlarda 20 il davam eləmiş olur. Ürəyin də aypara qapaqları nə qədər müddət bağlı qalar? Bağlı qalmağı deməli deyəsiniz ki, bu əsasən mədəciyin diastolası zamanı baş vermiş olur. Mədəciyin də diastolası 0,5. Deməli 0,5. Ona görə nə etməliyəm? Yadda saxlayırıq ki, 8-də 5-i vururam neçəyə? Deməli aypara deməli 20 il davam edib vururam 20-yə. 20-ni də 5-ə vurub 8-ə böləndə 100-ü 8-ə böləndə deməli düşəcək nə qədər? 12,5 il. Cavab olar A variantı. 26-cı sual. Verilən fikirlərdən neçəsi doğrudur? Həm qadın, həm də kişi cinsiyyət vəzlərində estrogen və progesteron hormonları sintez olunur. Bu əsasən bizim dərsliyimizdə olmadsa da, amma deyirik. Çünki həm qadında, həm kişi orqanizmdə estrogen və progesteron hormonların sintezini deyə bilərik. Yəni, bu doğru fikirdir.
Qana çox az miqdarda adrenalin məhlulu yeritdikdə ürək siklinin müddəti artar. Sikl hər zaman azalar, amma deyərsiniz ki, ürəyin fəaliyyəti güclənməyə başlayır. Amma sikl müddəti avtomatik olaraq aşağı düşəcək, yəni azalacaq. Ki, onda deyil. Prostat vəzi toxumluqlar kimi qarışıq funksiya daşıyır. Bəli, biz xarici ədəbiyyatlara diqqət etdiyimiz zaman prostat vəzi qarışıq sekresiya vəzisidir. Amma hal-hazırda məsələn götürülmür. Həmçinin prostat vəzinə yanaşı mədəni də qeyd edilə bilər. Amma hal-hazırda bizim ədəbiyyat bunu yazmır. Gələcək zamanlarda inşallah ki yazılar o da. Deməli bu da doğru fikirdir. Akromeqaliya yalnız yetkin insanlarda müşahidədir. Ondan deyirsiniz ki, xəstəlikdir verib bizə. Bəli, bu da doğru fikirdir. Ona görə neçəsi doğrudur deyəndə 3 dənəsi doğru olacaq. Olacaq 26-da da C variantı. 27-ci sual. İnsanın ürəyinin sol hissəsində neçə iri damar birləşir? Ürəyin sol hissəsində 4 dənə ağciyər venası, bir dənə də aort. Ümumilikdə 5 dənə. Cavablar Y variantı. 28-ci sual. Əgər qadında sarı cisim fazasının müddəti 18 gündürsə, deməli 18 gün olubsa, deməli əvvəlkində 14 gün olub da, düzdür. 18-in üzərinə gəlirəm 14-dür. Bu eləcə necə? 32. 32 deməli oldu. Və bu qadında deyir, 2 il ərzində sol yumurtalığın iştirakı ilə minimum neçə ovulyasiya prosesi baş verər? Onda mən nə edirəm? Mənim ümumilikdə 2 il dediyinə görə 1 ilimdə 365 gün var. 2 ilimdə niyə qədər eləyəcək? Eləcə 730 gün. Düzdür. 730'u da bölürəm 32'ye. Nə qədər düşür? Düşür 22. Deməli 22 bu ümumidir də. Amma deyir sol yumurtalıq dediyinə görə sağ və sol 2 dənə yumurtalıq var da qadında. Ona görə 22'ni bölməliyəm 2'yə 2. Deməli nə edeyim? Bunun artıq minimum ovulyasiya, yəni ovulyasiya prosesinin sayını tam o da eləcək 11. Yenə deyirəm, çünki bir dəfə 6, bir dəfə 7 olanda növbəti ayda bir dəfə 7, bir dəfə 6 olur. Ona görə deməli bu ardıcıllıqdan götürmüş oluruq. Cavabımız olacaq deməli 11. Burada da səhv verilib. Yəni A variantı da burada 11 olmalıdır. Yəqin ki cavabda səhv gedib. Digər variantlar olmaz. Sonra 29-cu sual. Əgər bir uzaqdakı əşyaya baxdıqdan sonra yaxında olan hər hansı bir əşyaya baxarıqsa, bu zaman billurun qabarıqlarının dəyişməsi hansı qrafik təsvirlə əks etdirmək olar? Əvvəlcə, məsələn, uzaqdakı əşyaya baxdıqdan sonra yaxında olan hər hansı bir əşyaya baxarıqsa, billurun qabarıqları deyəsiniz ki, əvvəlcə başlayır, məsələn, qrafikdə belə deyək də, başlayır artmağa doğru gedir, qabarıqlığı artır. Daha sonra başlayır sabitləşməyə doğru getməyə. Deməli, bu qrafikdə B variantı əks etdirir. 30-cu. Yumurtalıqlarda və yumurta hüceyrələrin yerləşdiyi qovucuqlar məlum məsələdir. Bu follikula adlanmış olur. B variantı. 31-ci sual. Gözlər uyğunluğu müəyyən edin. Gözdə iltihablaşma deyir bizə. Gözdə iltihablaşma deyirsə, deməli mən biri aid eləyirəm nəyi? Konjunktivit. Qulaq sümüklərinin böyüməsi otoskleroz. 2'ye B. Sidik hissəsinin iltihab məlum olması sistitdir bu. C. Qoxu hissiyatının itməsi anosemiya. A. D, B, C, A olur. C variantı. Sual içərisində yerinə nə yazmaq olar? Timus verilib, badamcıq, limfa düyünləri, apendiks, qırmızı sümüklü dalaq. Deməli bu söhbət nədən gedir? İmmun sistemindən getmiş olur. Cavab olacaq B variantı. 30-cu sual. Əgər insanda ürəyin qulaqcıqların diastolası 56 saniyə çəkmişdirsə, bu zaman aortaya neçə dəfə qan qovulmuşdur? Əgər diastola deyirsə, deməli qulaqcığın diastolası 0,7. Ümumi 0,8 sikl şəraitində bir dəfə aortaya qovulur. Onda 0,7-də əgər bir dəfə qovulursa, bəs 56 saniyədə nə qədər qovulacaq? X.
Buradan da 56-nı 0,7-yə böləndə x-ində olacaq neçə? Deməli 80. Cavab olar A variantı. 34-cü sual. İnsanda qabırğa arası əzələlər 16 dəfə yığılmış, diafraqm əzələləri 16 dəfə boşalmış. Deməli 2 akt var. Cəmsi burada 32 akt baş verib. Bir tənəffüs hərəkətində də 2 akt olur. 32-ni bölürəm əvvəlcə 2-yə. Deməli 16 tənəffüs hərəkəti var. Bu 16 tənəffüs hərəkəti 1 dəqiqədə baş vermiş olur. Neçə dəqiqədə? 1 dəqiqə. İndi bizə də deyir, ürək mədəciklərinin sistə olasına nə qədər vaxt sərf olunar? Onda nə edirəm burada? 8-də 3-ü vururam avtomatik neçəyə? Deməli 60-a. 60-da 3-ə vurub 8-ə böləndə düşəcək 22,5. Cavabımız olar A variantı. Baxır o növbəti suala. Venalarda qan hərəkət sürəti ilə qanın təzyiqi məlum məsələdir ki, venalarda qan təzyiqi minimum, yəni hətta mənfi səviyyədədir. Ona görə azaldığını qeyd edəcək. 35-də olacaq A variantı. 36-cı sual. Uyğunluğu müəyyən edin. Qarışıq sümüklər verilib. Məsələn, fəqərələr aid edirik, körpüzü sümükləri aid edirik, üst sümükləri aid edirik. Deməli 1-ə A, C, Y. Yassı sümüklər çanaq, sonra qabırğalar B, F. D olacaq falanqalar, deməli qısa sümüklərə. Ona görə B, F cavablar A variantı 36-da. 37-ci sual. Hansı ifadə yanlışdır? Avtonom sinirlər 2 növ, somatik sinirlər 1 növ əzələnişdəndir. Bəli, bu doğru fikirdir. Simpatik sinirlərin düyünləri çıxdığı yerin, parasimpatik sinirlərin düyünləri isə daxil olduğu yerin yaxınlığında yerləşir. Bəli. C variantı diqqətləri. Simpatik sinirlər əsasən orqanların işini sürətləndirir. Əsasən deyəndə bəli götürə bilirik. Çünki əsasən deyir. Amma desəydi ki, bütövlükdə belə götürə bilmərik. Çünki məsələn simpatik sinirlər daxili orqanlarda əks təsir göstərir artıq. Sürətləndirmir, zəiflədir. Ona görə bu da doğru fikir olar. Parasimpatik sinirlər deyir, əksinə ləngidir. Simpatik sinirlər orqanların işini iradi, parasimpatik sinirlər isə qeyri-iradi. Xeyr, hər ikisi qeyri-iradi funksiya daşıyır. Ona görə cavabımız olar elə yanlışımız D variantıdır. C variantı deməli burada götürə bilmərik. Y variantına diqqət edirik. Simpatik sinirlər C hissəsinin boşalmasını ləngidir. Parasimpatik sinirlər boşalmanı təmin edir. Bəli. 38-ci sual. Aybaşı siklində ovulyasiyaya qədər hansı hormon? Estrogen hormonun miqdarı müəllimlər əvvəlcə çoxalır. Progesteronun miqdarı başlayır azalmağa. Amma ovulyasiyadan sonra əksi olacaq artıq. Progesteronun miqdarı artır. Estrogen azalır. Ona görə də cavabımız olar A variantında verilib. 39. Çənə sümüklərinin sayını X. Deməli, X-in burada nəyə bərabərdir? 6 çənə 1, 3 çənə 2 dənə 3-ə. Mən deməli, nəyə axtaracam? Döş qəfəsinin yalnız bir sümüklə birləşmə əmələ gətirən sümüklərin sayını, döş qəfəsinin yalnız bir sümüklə birləşmə əmələ gətirən, deyəsiniz ki, qabırğaların sonuncu qabırğalar, yəni 4 dənə üzən qabırğanı götürərik. Deməli, mən hansı variantında mən 4 ala bilərəm? X-im 3-dürsə, burada A variantında xeyr. Deməli, 3-ün üzərinə 1 gəlsəm, X-i burada 3 daxı. Ona görə cavabımız olacaq elə B variantı. 40-cı sual. Analizatorlar uzun müddət təsir göstərən qıcığa qarşı necə cavab verər? Uzun müddət. Bu sözü buradan diqqətləmək lazımdır. Baxaq. Oyanmanın güclənməsi ilə cavab verir. Xeyr, bu yəni avtomatik şəkildə olacaq. A variantı getdi. Oyanmanın zəifləməsi adaptasiya ilə cavab verir. Bəli, artıq oyanma zəifləyib. Deməli, adaptasiya olaraq buna cavab vermiş olur. Yəni analizator artıq uzun müddət təsir göstərən qızığa qarşı deyirək. Ona görə elə cavabımız B variantına uyğun gəlir. Oyanmanın zəifləməsi adaptasiya ilə ona cavab vermiş olur. Cavab olacaq elə B variantı. Bu oldu bizim ümumilikdə deməli time sınaq toplusuna aid olan sınaq 4-ün izahı. Növbəti izahlarımız inşallah ki, onlarda ümumi YouTube kanalımıza yerləşdiriləcək. Kanalımızı əvvəlcə deməli izləmək lazımdır. Abunə olaq və növbəti artıq deməli belə deyək ki, video izahlarımızda yerləşdirmiş olarıq. Əlavə olaraq
rəyləriniz olarsa, video haqqında, suallar haqqında, yəni ki, məsələn, nə anlaşılmadı, deməli, rəy bölməsinə yazıb qeyd eləyə bilərsiniz. Sağ olun, təşəkkürlər.